Trigonometrik tənlik həll edin deyir. Ən kiçik müsbət kökünü tapın. Birinci variantlardan elə görünür ki, budur. Amma mən sizə bir şey öyrədim burada. Belə misallarda kvadratı yüksəltməklə də həllə yaxınlaşmaq olar. Onda bu olacaq sinus kvadrat x üstə gəl kosinus kvadrat x çıx hasilin 2 misli. Amma kvadratı yüksəldəndə bəzən əlavə köklər alınır. Bura 1 idi. Bunlar getdi. Eynilik idi. Bu da sinus 2x verirdi. Sinusun indi xüsusi halı idi. Mən sizə sinusu əvvəlki sınaqlarda izah etmişəm. Sinusun xüsusi halında sıfırı harda alırdı? Düşünürdünüz 180-da, 360-da, 0-da sinus 0'dır. Yəni bunu pikada alırdı. Deməli hər tərəfdə 2'yə bölürük. İndi ən kiçik müsbət kökünü istəyir. K'ya 1 verəndə ən kiçik müsbət kök qalır. O da olur pi bölü 2. Amma bir şey var. Məsələn bu sualın burasına kök altında 3 də ata bilərlər. Və yaxud da burasını ata bilərlər. Onda nə edirlər? Onda əlavə bucaq daxil eləmək üsulu yada düşür. İndi diqqətli olun və bu üsulu gözəl öyrənin. Ola bilər bunu siz görməyibsiz. Deməli A sinus alfa plus minus B kosinus alfa tipli misallarda bu minus da ola bilər, plus da ola bilər. Fərqi yoxdur. Mötərizə xaricinə kök altında A kvadratı plus B kvadratını çıxardırlar. Və bunu mötərizə xaricinə çölə çıxardanda içəridən nə qalmayına sonra fikir verəcək. Sonra da orada əlavə bucaq daxil edirlər. Nə deməkdir bu? Və məsələn burada sinus x-də A1'dir, B-də -1'dir. Kök altında A kvadrat üstəlik B kvadrat dediyi kök altında 2 eləyir. Kök altında 2'ni orada mötərizə xaricinə çıxardıram. Çölə çıxardanda çıxartdığımı mən bölməliyəm də 1 bölü kök 2 sinus x olur. Çıx 1 bölü kök 2 kosinus x olur. İndi əlavə bucaq daxil eləməyin mənası nə deməkdir? Biz bu 1 bölü kök 2'ni və 1 bölü kök 2'ni xatırlayırıq. Biri kosinus 45'dir. Biri də sinus 45'dir. Bax, əlavə bucaq daxil eləməyi təkrar edirsiniz. Həm bloka, həm də buraxılışa gəlmə ehtimalı var. Bu da olur sinusların toplama teoreminə görə fərqi. Məsələn, burada minusdursa minus. Plus olsaydı, bura nə yazacaqdıq? Plus. Bax, belə. İndi bu bərabərdir 1. Bu tənliyi oradan həll edib tapmaq olur. Və yaxud da bunu yazaq. Kök altında 3 kosinus x minus plus məsələn sinus x. İndi fikirləşin ki, A neçədir? Kök 3. B neçədir? 1. Kök altında A kvadrat üstəlik B kvadrat mənə lazımdır. Bu da olur 4. 4'dən də 2 çıxır. Deməli biz bu 2'ni çölə çıxardacaq. Qalacaq kök 3 bölü 2 kosinus x plus 1 bölü 2 sinus x. Bax, əlavə bucaq daxil etmək gəlir nəyə əsaslanır? Bu sizə xatırlanır. Nədir bu? Məsələn, sinus 60 dərəcə. Bu nədir? Kosinus 60 dərəcə. Əslində belə də məsələn yaza bilərsiniz. Məsələn, bu kosinus 30'dur. Bax, belə də yaza bilərsiniz. Kosinus pi bölü 6'dır. Bu nədir? Sinus 30'dur. Sinus pi bölü 6'dır. Yəni birinə kosinus deyəndə birinə sinus deyin ki, düstura gələcək. Məsələn, bu dəfə kosinusların toplama teoremindəki fərqinə gəlir. Bax belə. Buna deyirlər əlavə bucaq daxil etmək üsulu. Və bunun qiymətli oblastını tapanda bura 1 verirdiniz, olurdu 2. Bir dəfə də -1 verirdiniz, olurdu -2 ilə müsbət 2. Yazıya düşdümü? Bax, bunun qiymətli oblastını sizdən istəyə bilər. Buna deyirlər əlavə bucaq daxil etmək üsulu. Və məsələn, düşə bilər sinus 50 dərəcə çıxılsın kök altında 3 kosinus 50 dərəcə. Deyər ki, bunu məsələn sadələşdir. Deməli A1'dir, altda yazıram. B də nədir? Kök 3'dür. Mənfi kök 3 fərqi yoxdur. Kökün altında A kvadrat üstəlik B kvadratına baxacam. Bu da eləcək 4 üstü 3, o da 4, yəni 4 eləyir. Bu da eləyir 2. 2'ni çölə çıxardacam. Çölə çıxardığında 1 bölü 2 sinus 50 bu eləyir. Minus kök altı 3 bölü 2 kosinus 50 də bu eləyir. İndi 1 bölü 2, məsələn buna kosinus 60 deyə bilərəmmi? Deyə bilərsən. Onda bu sinus 60 olur mu? Olur. İndi bu hansı düstura oxşadı biz üçün? 2 dənə sinusların fərqinə. Sinus alfa minus betdir. Bu da olacaq -2 sinus 10 dərəcə. Bax, görsün sadələşdirdim.